Belə bir sual gəlib YouTube kanalımıza ki, məndə zülal yoxdur. Qanda silikdə təmiz çıxır, amma ayaqlarım şişir, təzyiqim də 145-85-ə qalxır, dərmanla tez düşür 120-dən aşağı. Hamilə qadınların çoxu düşünür ki, əgər təzyiq varsa mütləq zülal olmalıdır, ayaqda şişkinlik olmalıdır və s. Təzyiq qalxma səbəbləri ümumiyyətlə müxtəlifdir. Yəni təzyiq təkcə preeklamsiya dediyimiz həmin bu ayaqların şişməsi, sidikdə zülalın artması, təzyiqin qalxması kimi problemə də bağlı ola bilir, amma digər problemlərə də bağlı ola bilir. Yəni ola bilər ki, sizin birincili arterial hipertenziyanız var və yaxud da böyrək problemlərinə də yönəlik qalxa bilər arterial təzyiqiniz. Amma bəzən ümumiyyətlə elə preeklamsiya dediyimiz vəziyyətin də, yəni qeyri-tipik, qeyri-klassik formaları ola bilir ki, təzyiq qalxır. Məsələn, ayaqlar şişir, amma xəstədə zülal itkisi olmur. Yəni hökmən deyil ki, sadaladığımız hər üç əlamət hamilə qadında rast gəlinsin. Yəni dediyim kimi atipik formaları da preeklamsiyanın pasientdə rast gəlinə bilər. Yenə də sizi tam ətraflı müayinə edərək bunun səbəbini aydınlaşdıra bilərik.